Salam əziz abituriyentlər. Bu gün sizinlə OTK-nın sınavında 10-cu sinifdən düşən sualların izahına baxırıq. Gəlin birinci sualla başlayaq. 56 bizdən negativ cümləni istəyir. 56 olacaq D. 57 olacaq C. 58-də olacaq B. 59-da olacaq D. 60'da olacaq A. 61'də olacaq B. 62'də olacaq D. 63 olacaq Y variantı. 64 olacaq C variantı. 65'də olacaq 65'də olacaq A variantı. Çünki advice-dan sonra tulu məstər istəyir. 66'da olacaq C variantı. Digərləri tərcümə cəhətdən də əslində B ilə Y səhvdir, elə D də səhvdir. Tərcüməyə əsasında C gəlir. 67 olacaq C. 68 Y. 69 C. 70 C. 71 C. 72 A. 73 A. 74 C. 75 Y. 76 continue. Go devam etməkdir. Ha, 77'də özünüz də qoya bilərsiniz. Amma continue yerinə ora go on, yəni went onu qoya bilərsiniz və yaxud da inspire yerinə encourage də yaza bilərsiniz. 78'də give up. Çünki stop trying to do something, nəyisə etməkdən dayandırmaq, nəyisə etməyə dayandırmaq. 78 və 79'da sizə asıl olan suallardır. Daha doğrusu 79. What qualities make a great leader? Bu da sizin fikrinizə uyğun essay yazılmalıdır. Kanalımıza dəstək üçün bizə abunə olsanız sevinirik.